Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumu, Yaxın Şərqdə gərginliyin artması və quru əməliyyatları ilə bağlı səsləndirilən iddialar fonunda Böyük Kürdistan planı yenidən gündəmə gəlib. İran sərhədində yaşayan Kürd əsilli əhalinin təşkilatlandırılması, İraq kürdlərinin əraziyə müdaxiləsi və ölkənin daxildən parçalanması istiqamətində planların olduğuna dair məlumat yayılır. Ekspertlər hesab edir ki, belə bir vəziyyət regionda sərhədlərin və güc balansının yenidən formalaşmasına səbəb ola bilər. Qlobal Infoza danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, həm İsrail, həm də onun başlıca dəstəkçisi olan Amerikanın məqsədi İranı regionda zəiflətmək, proksi qüvvələrini tamamilə tərk silah etmək və nüvəsizləşdirməkdir. Stat: İranın parçalanması və daxildə Kürd dövlətinin yaradılması məsələsi deyildiyi qədər asan proses deyil. Bu planın reallaşdırılmasının arxasında trilyonlarla dollar büdcə sərfi və eyni zamanda regionda maksimum eskalasiya riski var. İraq və Suriya Yaxın Şərqin ən təhlükəli poliqonlarından olub. Orada keçmiş dövlətlərin idarə etmə sistemi qismən Qərbin nəzarəti və təsiri altında idi. Müasir müharibədə çoxları İranı mollabaş qondarma rejim kimi təsəvvür edir və onun NATO silahları qarşısında məğlub olacağını proqnozlaşdırırdı. Amma deyilənlər əks nəticələr verdi. Siyasi şərhçi bildirib ki, Kürdistan dövləti qurmaq üçün Qərbin dəstəyi ilə yerli qüvvələr silahlandırılmalı və möhkəm bazaya sahib olmalıdırlar. Amerikada Donald Trump hakimiyyətə gələndə həmin maliyyə institutlarının bir çoxunu tənqid etdi və bağlanması əmrini verdi. Ned, USAID və ya bir sıra Soros fondları məhz bu cür bölgələrdə kiçik forpost dövlətlər yaratmaq üçün işləyən mexanizm idi. Bugün isə onlar aradan qaldırılıb və faktiki Amerikanın Kürdistan adı altında bir qruplaşmanı maliyyələşdirmək niyyəti yoxdur. İsrailin də tək başına bu layihənin altına girməyə gücü çatmayacaq. Bu səbəbdən sözgedən fikir subyektiv səslənir, amma real görünmür. Elnur Ənvəroğlunun sözlərinə görə Suriyada müharibənin tək əks təsiri Türkiyəyə idi. Nə Körfəz dövlətləri, nə də digər bölgələr, lap Azərbaycan belə oradakı proseslərdən təsirlənmirdi. İranın isə 7 həmsərhəd olduğu dövlətlər və əlavə olaraq bölgədə Hörmüzə bağlı ərəb dövlətləri həyəcan təbili verir. İran gələcəkdə parçalanarsa, bu heç kimə xeyir gətirməyəcək. Əksinə, regionda xaos vəziyyətinin epsentrini genişləndirəcək. İranda təhlükənin minimuma enəcəyi şəkildə hakimiyyət dəyişikliyi sadəcə daxildəki qüvvələrin əli ilə mümkündür. Statın sonu. Yazını tam şəkildə şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.